Hörmətli müəllimlər, əziz məktəb yoldaşlarım və efir vasitəsilə bizə qulaq asan, hər zaman doğruluğun tərəfində duran bütün dəyərli dinləyicilər. Günün ən aydın, məhsuldar və mənalı anlarını yaşadığımız bu saatlarda hər birinizi ən səmimi duyğularla salamlayıram. Efirdə məktəb həyatımızın ayrılmaz parçasına çevrilən, bizə hər gün yeni məlumatlar çatdıraraq dünya görüşümüzü zənginləşdirən Gələcəyin İşığı FM radiosudur. Mən 8A sinif şagirdi Milanə Ağayeva bugün növbəti efir vaxtında olduqca mühüm və ciddi bir mövzu ilə qarşınızdayım. Bugün biz dünyada hamını narahat edən məsələlərdən biri 6 may İnsan alverinə qarşı mübarizə günü haqqında söhbət açacağıq. 6 may tarixi təqvimdə sadəcə sıradan bir gün deyil. İnsanların azadlığını əlindən alanlara qarşı qlobal miqyasda birlik nümayiş etdirdiyimiz xüsusi bir gündür. İnsan alveri dedikdə, bir şəxsin müxtəlif aldatma yolları ilə, qorxudaraq və ya məcburi şəkildə ağır işlərdə istismar edilməsi başa düşülür. Bu, təkcə qanun pozuntusu deyil, həm də bir insanın ən təbii haqlarını yaşamaq, sərbəst hərəkət etmək və azad olmaq hüququnun amansızcasına tapdalanmasıdır. Bu cinayət növü heç bir sərhəd tanımır və minlərlə günahsız insanın gələcək taleyini məhv edir. Dövlətimiz bu qorxulu vəziyyətlə mübarizə aparmaq üçün ən yüksək səviyyədə tədbirlər görür. Lakin biz şagirdlərin də bu mürəkkəb mövzuda dərindən məlumatlı olması olduqca vacibdir. Məktəb illəri bizim gələcəyə hazırlandığımız, yaxşını pisdən qətiyyətlə ayırmağı öyrəndiyimiz ən mühüm həyat dövrüdür. Biz təkcə dərslərimizi öyrənməli deyil, həm də ətrafımızda mövcud olan gizli təhlükələri tanımalı və onlardan qorunmağı bacarmalıyıq. Biz niyyətli insanlar çox vaxt başqalarının inamından və ya məlumat azlığından peşəkarcasına istifadə edirlər. Xüsusən son zamanlar internet şəbəkələrində və sosial platformalarda rast gəlinən şübhəli iş vədləri, tanımadığımız adamlardan gələn asanc qazanc yolları və ya pulsuz xaricdə təhsil kimi təkliflər qarşısında hər birimiz son dərəcə diqqətli olmalıyıq. Naməlum şəxsin bizə həddindən artıq cazibədar vədlər verməsi əslində bir təhlükə siqnalı ola bilər. Bilikli olmaq bu cür şəxslərdən qorunmaq üçün bizim ən böyük silahımızdır. Əziz dostlar, hər bir insanın ləyaqəti və azadlığı dünyadakı bütün maddi var-dövlətdən daha üstündür. Heç bir yalançı vəd bizim sərbəstliyimizdən daha dəyərli ola bilməz. İnsan alverinə qarşı mübarizə aparmaq təkcə hüquq mühafizə orqanlarının işi deyil. Bu, həm də bir cəmiyyət kimi bizim hər birimizin vicdan borcudur. Ətrafımızda baş verən şübhəli hadisələrə qarşı hər zaman ayıq-sayıq olmalı, hər çətin vəziyyətdə qalan insanlara qarşı laqeyd qalmamalıyıq. Unutmayın ki, məlumatlı insan tələyə salmaq qat-qat çətin bir işdir. Bizim birliyimiz və bir-birimizə dəstəyimiz bu cür cinayətlərin qarşısını alan ən keçilməz maneədir. Özümüzü və yaxınlarımızı qorumaq üçün hər zaman hər bir addımı düşünərək və ehtiyatla atmalıyıq. Cəmiyyətimizin sağlam gələcəyi bizim bugün göstərdiyimiz diqqətdən asılıdır. Hər birimizin azad nəfəs almaq və öz gələcəyini sərbəst şəkildə qurmaq haqqı var. Bu haqq toxunulmazdır və onu qorumaq bizim üçün ən uca vəzifəmizdir. Maariflənmək mənəvi azadlığın ən möhkəm təməlidir. Məktəb radiomuzda bu mövzuya yer ayırmağımızın məqsədi də odur ki, sizlər həyatda qarşınıza çıxa biləcək risklərdən əvvəlcədən xəbərdar olasınız. Gəlin insan alverinə qarşı bir yumruq kimi birlik olaq və hər birimiz İnsanın özünü tam təhlükəsiz hiss etdiyi işıqlı bir gələcək quraq. Biz birlikdə daha güclüyük və bizim sarsılmaz iradəmiz bütün maneələri aşmağa bəs edər. Haqqımızı qorumaq həm də vətəndaşlıq borcumuzun əsas hissəsidir. Dəyərli dinləyicilər, bugünkü efirimiz burada sona çatır. Lakin ümid edirəm ki, bu ciddi söhbət hər birinizdə mühüm düşüncələr yaratdı. İnsan olmaq, azadlığın və ədalətin nə olduğunu dərindən başa düşməkdir. Sizinlə mən idim. 8A sinif şagirdi Ağayeva Milanə. Gələcəyin İşığı FM radiosu adından hər birinizə təhlükəsiz və nurlu bir gələcək arzulayıram. Səsimiz həmişə doğruluğun və insan haqlarının müdafiəsində ucalacaq. Növbəti görüşlərə qədər azadlığınızın qədrini bilin. Hər addımınızda ehtiyatlı, məsuliyyətli və savadlı olun. Sağlam qalın, elmli ucalın və özünüzü hər zaman kənar təhlükələrdən qoruyun. Gələcəyiniz hər zaman parlaq və təhlükəsiz olsun.